Dostlar, kanalımıza hoş geldiniz. Bugünkü videoda sizlərlə birlikdə nə edəcəyim? Əziz dostlar, bugünkü videoda oyun zadı olmayacaq. Elə bir lobbydə konuşuram, danışıram. Biraz türkçə danışa bilərəm. Narahat olmayın. Deməli uşaqlar, dünyanın açıqlamalarına görə PUBG Lite geri dönüyor. Yəni axı telefonumuz kasırdı, donurdu. PUBG Mobile oynaya bilmirdik. PUBG Mobile Lite, yəni bu hesablarımızı o bir hesablara da eləyə bilərsiniz. Yəni mobile yox, başqa sürüm çıxır. Yəni hesablarımızı da keçirə bilərsiniz, narahat olmayın oradan. Məsələn də indi PUBG Mobile'in şeyləri belə şirkətlər zadı istəyirlər ki, PUBG Mobile böyütsün. Yəni belə istəyirlər. Bunlar da indi PUBG Mobile Lite yeni sürüm çıxır. Yəni oyun çıxardırlar da bunlar. PUBG Mobile Lite oyunu çıxardırlar. Məsələn PUBG Mobile Lite-da yeni çıxan yeni güncəlləmələr gələcək, amma gəlməyəcək. Əslində gəlməyəcək. Bilməm indi gələr, gəlməz, yalan deyərəm. Amma deyirlər telefonu kasmayacaq da, yəni. Bir dənə mobile oyunu çıxaracaqlar, Lite oyunu. Ondan sonra güncəlləmə gətirmirlər. Mobile gətirsələr də Lite gətirməyəcəklər. Amma bir dənə qəşəng sürüm gətirirlər uşaqlar. Məsələn də indi güncəlləmələr gətirərlər, mən biləm. Deməli uşaqlar bunlar nə etmək istəyirlər? PUBG Mobile-ı daha da böyütmək istəyirlər. İndi bir dənə oyun çıxaraq PUBG Mobile Lite. Deməli bu oyun elə bir olacaq ki, elə bil siz nətəri indi PUBG Lite mobile ilə də birləşəcək, elə bir çoxlu kişi olacaq. Nətər yəni mobile-də da adam oynamır, Lite-də da mənəm, düzdürmü? Elə bil mən bundan vuruşa biləcəm, qapışa biləcəm, başa düşdünüz? Özü bir dənə də gözəl xəritə gətiriblər, yəni bombadır da, yəni inşallah gətirərlər. Biz də təşəkkür edirik. Yəni çox istəyirdim ki, bizə də ən çox istəyən güncəlləmə mən idim. Güncəlləməni istəyən mən idim. Yəni bu oyun çıxmır da gibi. Mən bilən bu oyunu sildirəndən sonra çıxaracaqlar. İndi bilmirəm. Amma cihazınız donmayacaq, yəni kasmayacaq, yəni telefonunuz. Yəni istədiyiniz telefonla da oynaya bilərsiniz. Yəni elə yaxşı şeylər deyirlər ki, vallahi. Yəni mən Lite çox istəyirəm, yəni mobile istəmirəm. İstəyirəm mobile-də, amma cihaz indi donur, kasır. PUBG Mobile-də də heç oynamaq olmur, yəni. Həqiqi. Amma nə bilim, inşallah bu arada bu oyun Allahın izni ilə 25 Avqust 2026-da çıxır. Yəni narahat olmayın, oynaya bilərsiniz. Çox qəşəng oyun olacaq, yəni qəşəng olacaq. Buz diyarı, nə bilim, istədiyiniz hər şeydə, mobildə, eğitim sahası. Lite-da yoxdur. Amma o yeni çıxan oyunda olacaq, narahat olmayın. Yəni nə cihaz, istədiyiniz cihazla da oynaya bilərsiniz, yəni. Bu qədərdir. Yəni inşallah videolarımızı bəyənərsiniz. PUBG Lite-da geri dönür. Yəni həqiqi inşallah ən çox istəyən bəlkə də mən idim. Baydoğan idi, bir də Melik Zeydək idi. Mən idim, yəni. Yəni bu üçümüz, onlar ikisi Türklər, mən Azərbaycanım. Azərbaycanlı, yəni bu qədər biz üçümüz istəyirdik ancaq. Yəni ən çox istəyən bəlkə də biz idik. Yəni İnşallah bu videoyu bəyənərsiniz. PUBG Lite artıq geri dönür. Yeni güncəlləmələr ilə çox da o qədər də güncəlləmə PUBG Mobile kimi güncəlləmələr gətirməyəcək. Bir iki dənə nə bilim eğitim sahasını qoyarlar ora, yəni. Bir iki biraz yer tutar. Heç o da yer tutmayacaq yükləməsək. Ora girəndən çıxan ancaq oynayarıq. Biraz özümüzü gəlişdirərik. Yeni yerlər də gətirirlər. Toki zad, Pochinki zad. Pochinki zadı gətirməzlər. Telefon
özündən gedər. Amma uşaqlar, bu oyunu heç vaxt buraxmayacağam. YouTube-u da heç vaxt buraxmaram, yəni. Mümkünatı yoxdur ki, mən YouTube-u buraxam. Bir dənə YouTube-a video gələcək. Oyun çıxandan sonra da, oyun çıxacaq. Ondan sonra video qoyacağam. Bu oyunu ən çox mən istəyirdim. Baydoğan istəyirdi, deməli Zeydək istəyirdi. Güncələmələr keçsin. Bu oyun olmayacaq da, bu oyunun başqası olacaq. Amma bu hesablarımızı da o bir oyuna köçürə biləcəyik. İnşallah gələr 25 avqust 2026'da çıxır. Bir ay vaxtımız var. Məktəb açılmasına az qalıb. Bir ay 9-8 gün. O şey daha nə deyə bilərəm, yəni çox sevindim həqiqi. Yəni geri dönür də, həm daha yaxşı olar. Yəni 200 kişi olarıq, biz kapışa bilərik. Yəni çox əla olacaq inşallah, yəni. İnşallah çox əla olar. Bu oyunda gəlsinlər, elə biz də oynayaq. PUBG Lite-ı ən çox mən istəyirdim, yəni güncələmələr gəlsin. Oyun da sağ olsun. Bir iki dəfə yorum yazdım, belki də yorumumu görüblər şirkət. Yəni bir iki dəfə dedim ki, güncələmələr gətirməsəz, yəni oyun gedər də, yəni promoy. Amma yeni oyun çıxardırlar, çox sağ olsunlar, vallahi var olsunlar. Uşaqlar, bu oyunu oynamaq unutmayın. Yeni PUBG Lite çıxır, uşaqlar bomba olacaq, nə bilim mobil insanlarla kapışa biləcəyik, yəni çox əla olacaq. Uşaqlar, bu videomuz bura qədər idi, inşallah bəyənərsiniz. Yəni eski PUBG Lite geri dönür. Yeni güncələmələr ilə, buz diyarı ilə hər bir şey olacaq. Yəni telefonumuz kasmayacaq promoy. Bəlkə 200, 260, ən azı 200 kişi olarıq. Yəni yeni güncələmələrlə bir dəfə Lite-a baxmışdım. 100 kişi olacaq. Ən azı mobillə də oyuncularla 100, ən azı 200 kişi olacaq. Erangel'də oynayarıq inşallah. Yəni oyun çıxır da promoy. 25 avqust 2026 tarixində çıxır. Yəni oynayarsınız mütləq. Bu hesablarımızı o hesaba keçirəcəyik. İnşallah. Eğitim sahası olacaq. Lite'da yoxdur. Всё. Uşaqlar, videomuz bura qədər idi. İnşallah videolarımızı bəyənərsiniz. Yəni yeni oyunlar da çıxır. Görürsünüz də. Sağ olun, salamat qalın. Öpürəm. Öpürəm. Videolarımızı bəyənib abunə olmağı unutmayın. Xahiş. Sağ olun.